borc verib ala bilmirsiniz, məhkəmələrdə də vaxt itirmək istəmirsinizsə, İspaniyada bunun çarəsi var. Burada El Cobrador del Frac adlı çox qeyri-adi bir peşə mövcuddur. Bu şəxslər frak geyinir, əllərinə qarşınızdakı şəxs borcludur yazılmış çamadan götürür və sadəcə borcunun arxasınca yazırlar. Nə qışqırır, nə hədə qorxu, sadəcə səssizcə izləyirlər və borcunu cəmiyyətin içində elə utandırırlar ki, dərhal pul tapılır. Azərbaycan banklarında problemli kreditlərlə məşğul olan şöbələr var. Bəs adi insanlar? Təəssüf ki, onlar verdikləri borcu sonradan sübut etməkdə belə çətinlik çəkirlər. Fikrimcə bu peşə bizim ölkədə də çox məşhurlaşardı. Təbii ki, döyülməsələr. Təsəvvür edin, dönər növbəsində dayanmısınız, yanınızda frak geyinmiş bir adam dərindən ah çəkib telefonunuzda əks olunan borc rəqəmlərinə baxır. Toya gedirsiniz, o artıq qonşu masada əyləşib və hər şeyi bilirəm təbəssümü ilə badə qaldırır. Tətildən story paylaşırsınız, otelin pəncərəsində həmin o məşhur çamadanın əksi görünür. Bu vəzifəni vicdanın qaytarılması üzrə müfəttişlə adlandırmaq olar. Görünür, ölkənin yarısı borclarını sırf bu centilmen üslubunda hörmət əlaməti olaraq ödəməyə başlayardı.